Yavaş-yavaş yeni gələn Çin avtomobillərin də lükləri və pərdələri sıradan çıxmağa başlayır. Təbii bir haldır. Bütün maşınlar xarab olur. Ay bu maşın deyil, ay nə bilim elə deyil. Mən deyəndə 95-in çeşkasını almaq lazımdır. Məndə lük hələ də işləyir. Yəni bu anormal söhbətlərdir. Pərdəsində problem var. Baxın görün burada sallanır. Geriyə də gedəndə görün nə baş verəcək. Oxşayan problemlər Porsche Cayenne'də olub. Yeni nəsildə olan o X7-də olub, X5-də olub. Belə şeylər tez-tez olur. Gəldiyində Bastion'da da oldu belə bir problem. Avtomobil FAV Bastion'dur. Hansı bir modeldir? Nə bilim, nədir burada? T99S. Nəsə, bu vacib deyil. FAV Bastion. Artıq bütün stoykaları çıxarmışıq. Qalıb bina tavanı aşağı salmaq və lüku çıxardacaq. Lüku da gec işləyir. Daha bunu göstərmirik. Çünki eyni videolar olur. Panoramanı söküb qoymalıyıq stola. Çox güman ki, çünki bunun lükunun üstündən düzəltməyi olmayacaq. Sökək və baxaq görək orada nə problem varsa və sizə ətraflı şəkildə göstərək. Gördüyünüz kimi bu avtomobildə tam şəkildə damı sökülübdür və qoymuşuq öz operasyon stolun üstünə. Bu bunun pərdəsi bu vəziyyətdə qalıbdır. Yəni tam şəkildə yığmır və boş qalıb. Çünki burada qulaqlar var. Bu qulaqlardan nəyə ki çıxıb? Qulaqlar zədələnibdir. Ona görə bu vəziyyətdədir. Bir daha kanalları zəhmət olmasa göstər. Lükün konstruksiyası demək olar ki, birə-bir keyfiyyətsiz Tiguan'ın və Touareg-in konstruksiyasıdır. Salaskalar çox oxşayır. Keyfiyyətsiz niyə deyirəm? Çünki burada da bu texnologiyanı istifadə ediblər. Nə ediblər? Bir kanalı həm salaska üçün gedib gəlmək üçün yaradıblar və buradan da su axır. Təbii ki, bu mexanizm heç vaxtı keyfiyyətli ola bilməz və bu xırda bir şey, bir dənə göstərir zəhmət olmasa. Burada da Volkswagen, Audi kimi burada bu buynuzları qoyublar. Bu bizim ölkəyə yaramır da. Artıq bu tərəfdən qoparmışam. Qabaqda da hətta qoyublar. Bunların heç bir ehtiyacı yoxdur. Yəni, bizim kimi ölkəyə vəbşi yaramır bunlar. Çünki bizdə gördüyünüz kimi bu kanallarda bizdə yağış yağmır, bizdə palçıq yağır. Ona görə bunları burada mütləq şəkildə çıxarmaq lazımdır. Yoxsa bu palçıq gedib bu buynuzların ağzını tutur və su keçmini daşır içəri. Konkret drenajların da, arxa drenajların da bunu dolubdur. Onları da bir dəfəlik təmizləyəcək. Biz işimizə başlayaq. Salaskalara əl gəzdirək, pərdəni təmir eləyək, kanalları tərtəmiz eləyək, yığaq yerinə və inşallah işləyən lüku, panoramanı tam şəkildə sizinlə bölüşək. Və budur. Final nəticə FAV Bastion. Getdik. Pərdəmiz gördüyünüz kimi öz qaydasında, öz kanalında necə lazımdır. Hər şey işləyir, bir də zəhmət olmasa kanalları göstər. Tələsmədən yavaş-yavaş ki, hər şey tərtəmizdir. Yalnız və yalnız silikon sprey vurulub, o da ki, rezinlərin üstünə. Lükün işləməyinə heç bir adəti yoxdur. Lükümüz də öz qaydasında. Tam bağlansın. Belə. Bastion panorama pərdənin və panorama lükün təmiri. Salamat qalın. Black Baku. Paka-paka.